1996-cı ildə bu həbsxanada 1200-dən çox məhbusun bir neçə saat ərzində güllələnməsi xalqın yaddaşında dərin yara buraxmışdı. Üsyan məhz bu qırğında ölənlərin hüquqlarını müdafiə edən vəkilin həbsi ilə başladı. 20 oktyabr 2011-ci ildə Qəddafi doğma şəhəri Sirtdən qaçmağa çalışarkən NATO təyyarələri onun karvanını bombaladı. Yaralı halda kanalizasiya borularında gizlənən Qəddafi kömək üçün telefonla zəng etmək istəyərkən peyklər vasitəsilə yeri aşkarlandı. Üsyançılar tərəfindən tapıldı və öldürüldü. Ölkənin milyardlarla dollarlıq neft gəlirləri xalqa paylansa da, ən böyük payı Qəddafinin övladları və yaxın qəbilə üzvləri götürürdü. 200 milyard sərvəti var idi. Liviyada elektrik enerjisi bütün vətəndaşlar üçün tamamilə pulsuz idi. Təhsil və tibbi xidmətlər də dövlət tərəfindən tam qarşılanırdı. Liviyada banklar dövlətə məxsus idi və vətəndaşlara verilən kreditlər faizsiz təqdim olunurdu. Evlənən cütlüklərə 50.000 dollar pul verilirdi. Dövlət, vətəndaşın xaricdəki müalicə və ya təhsil xərclərini, həmçinin yaşayış və avtomobil xərclərini qarşılayırdı. Bütün bunlara baxmayaraq, üsyançılar Qəddafini öldürdü.